Ölkəmizdə futbolun inkişafı və kütləviliyi yolunda bir çox işlər görülür. Xüsusilə də uşaq futbolu yolunda bir çox vacib addımlar atılmaqdadır. Uğurlu gələcək üçün aparılan işlər sırasında artıq 8 ildir fəaliyyət göstərən Gənclik klubunun da xüsusi rolu var. Baş məşqçi Vasif Rzayev klubla bağlı ətraflı məlumat verib. Eyni zamanda əsas məqsədlərindən bəhs edib. İstedadlı uşaqların yetişdirilməsi üstündə işləyirik var. Bizdə az yaşlı uşaqlar olduğuna görə uşaqlarda əsasən texnika üstündə işləyirik. Bəs bunu da yaxşı bacarırıq. Klublara daha çox uşaq veririk. Uşaq futbolu olaraq Avropaya uşaq çıxarmaqdır hal-hazırda. 6 yaşdan 15 yaşadək uşaqların kluba qəbulunun davam etdiyini qeyd edən Gənclik futbol məşqlərin onlara verdiyi motivasiya haqqında təəssüratlarını bölüşüblər. Çox gözəl futbol klubudur. Müəllimimizin özü də yaxşıdır. Mən belə zəif idim. Mən gücləşdim 3 ay ərzində çox güclü. Müəllim çox belə maraqlı məşqlər öyrədir. Həm də müəllim özü çox yaxşı futbol oynayır. Hər Gənclik futbol klubuna dəvət edirik. Milli futbolun gələcəyini inşa edən Gənclik klubuna istedadlı futbolçuların tapılması yolunda gördüyü bu vacib işdə müvəffəqiyyət arzulayırıq.